Bu ölkənin kafelərində çay içdiyiniz zaman sizə qulaq təmizləmə xidməti də göstərilir. Yəni çay içirsiniz, eyni zamanda xidmətçilər sizin qulağınızı təmizləyir və sizi masaj edirlər. Bu arada insanlar çayı günəbaxan tumları ilə içirlər. Bu ölkədə spirtli içki dadında qəhvə satılır. Bu ölkənin bəzi bölgələrində maraqlı bir adət var. Bəy evlənmək istədiyi qızın qardaşı ilə, yəni qaynı ilə qol güləşi edir. Məqsəd odur ki, görək bu əllər bacısını gələcəkdən qoruya biləcək ya yox. Bəy qızın qardaşının qolunu yıxmalıdır. Əks halda qızı ona vermirlər. Ölkənin bəzi şəhərlərinin piyada keçidlərində xüsusi lazer işıqlar quraşdırılıb. Gecə vaxtı piyadalar yolu keçən zaman onların üzərinə işıq düşür. Bu da uzaqdan yaxınlaşan avtomobillərin diqqətini cəlb edir. Avtomobillər sürəti azaldır, piyadalar isə yolu təhlükəsiz keçə bilirlər. Bu ölkədə avtomobil səhvən bir insanı vursan və o insan ölməsə, sürücü çalışır ki, o insan həqiqətən ölsün. Yəni qəza qaçılmazlısa, sürücü ayağını əyləcə deyil, qaza basır. Əgər qəzada insan ölərsə, bu sürücünün 5-6 il həbsi deməkdir. Əgər xəstə ölməzsə və ya əlil qalarsa, yaşadığı müddətdə sürücü bütün ömrü boyu onun xərclərini çəkməlidir. Nəzərə alaq ki, bu ölkədə səhiyyə xərcləri çox bahadır. Bu ölkədə əlilliyi və hər hansı bir qüsuru olan insanlar maraqlı bir xidmət növü ilə məşğul olurlar. Belə ki, xırda bacalardan qəhvə, meyvə şirələri təklif edən mini kafelər fəaliyyət göstərir. Satıcının üzünü görmürsünüz. Heç bir ünsiyyət qurmursunuz. Sadəcə QR kodla skan edib sifariş verirsiniz. Qısa bir müddətdə içəcəyiniz hazır olur. Bu tərz kafelər ölkədə çox populyardır. Düz tapdınız, bu ölkə Çindir.